Bakıda sünniləri vəhhabiləşdirməli, şiələri isə aşuradan ayırmaq lazımdır. Çünki aşura elə bir inancdır ki, ona yiyələnən içki və pozğunluqdan ayrılır, bizə tam istədiyimiz kimi boyun əymir və belə adamların da idarə olunması çətinləşir. Bizə birlikləri parçalamaq və bu parçalar üzərində hökm etmək lazımdır. Bu kimi məlumatlar kitabda olduqca zəngin idi. Bakıya gəldikdən sonra ilk işim qalacaq yer seçmək idi. Səfirlik ilk öncə bir yer tapdı və 2 həftəyə yaxın orada qaldıqdan sonra münasib bir işlə təmin olundum. Sonradan səfirliyin köməyi ilə televiziyada işləməyə keçdim. Türk dilini bildiyim üçün Azərbaycan dilini öyrənmək və bu tərzdə danışmaq mənim üçün asan da oldu və tez bir zamanda tam Azərbaycanlı kimi danışmağa başladım. Artıq hər bir şey öz yoluna düşdükdə səfirliyə çağırıldım. Gördüyüm işlər haqqında qısaca hesabat verdim, göndərdim təşkilata. Özümə yer etməyim bəyənildi, amma başqa nümayəndələrin işlərindən danışıb, onların daha çox uğur əldə etdiyini deyib, mən həm də danladılar. Mən də özümə söz verdim ki, növbəti dəfə daha müvəffəqiyyət qazanacam, daha çox çalışacam. Yenidən geri döndüm, mütəmadi olaraq namaz qılır, müxtəlif məscidlərə gedirdim. Çünki hər bir sahə üçün planlarımız var idi. Bakıdakı sünni və şiələr haqda xeyli məlumat topladım. Mütəmadi olaraq digər agent yoldaşlarla da görüşür, məsləhətləşirdik. Onlardan biri qadın idi və mediada çalışmağa başlamışdı. Ən çox xəbərlərdə təhrik edici məsələləri qabardırdı. Biri isə əslən İtaliyalı idi. Ona masonlar haqda məlumatlar yaymaq, cəmaatda onlara qarşı maraq və qorxu yaratmaq tapşırılmışdı. Bir ildən sonra səfirliyə geri çağırıldım və bildirdilər ki, vətənə dönmək vaxtıdır və eləcə də orada müəyyən göstərişlər almalıyam. Vətənə qayıtdıqda bu illər ərzində topladığım məlumatı açıqladım. Bakı əhalisinin əksəriyyətinin inanc cəhətdən artıq süquta uğradığını qeyd etdim. Qeyd etdim ki, inanclı insanlar içərisində də müəyyən qədər şiəlik daha çoxdur, amma sünnilər də yetəri qədərdir. Təşkilatdan mənə bildirdilər ki, bu məlumatlar yeni bir şey deyil. Digər agentlər də eyni məlumatları ötürüblər. Toplantıda bildirildi ki, bizim işimiz sırf dünya üzrə İslam inancına balta vurmaqdır. Çünki inanc bizim üçün ən önəmli maneədir. Əvvəldəki təcrübələrdə də müşahidə etmişdik ki, sünniliyi ən yaxşı aradan aparmaq yolu vəhhabilikdir. Ən yaxşı yol budur ki, sünniləri, sünni alimləri adı altında vəhhabi alimlərə yönəldək və onları vəhhabi fikirləri ilə ələ alaq. Çünki sünni ilə şiənin birləşməsi mümkündür, amma vəhhabilik bu ikisinin birləşməsinə mane olmaq üçün çox önəmlidir. Şiələri isə öz inanclarından ayırmaq üçün bəzi planlar deyildi. Bunlar içində spirtli içkiləri çoxaltmaq, qumarxanalar açmaq, məscidə, hicaba mümkün qədər çətinlik yaratmaq və s. önəmli yer tuturdu. Bakıya geri qayıtdıqda mütəmadi olaraq digər 11 agentlə də görüşürdük. Bizə tapşırılmışdı ki, media vasitəsilə din adamlarını, molla, pulgir, axmaq adamlar kimi tanıdaq, həmçinin onları geridə qalmış kimi göstərək. Bizə kimləri dini alimlər kimi göstərməyimiz də tapşırılmışdı. Onlar ən çox vəhhabi fikirləri aşılayan, ziyarətgahları şirk adlandıran, mümkün qədər qəlblərə şübhə salan adamlar olmalıydılar. Verilişlərə ən çox onları dəvət edirdik. Seçkilərə az qalmışdı. Bizim təşkilatın adamları həm iqtidarda, həm də müxalifətdə yer alır həmişə. Səfirlikdən xəbər verdilər ki, növbəti dəfə eyni adamın prezident seçilməsi Konstitusiyaya görə mümkün deyil. Təşkilat bildirib ki, biz buna göz yumacağıq, əvəzində də Azərbaycan vaxtaşırı bizim əmrimizi yerinə yetirməyi üstünə götürəcək. Çox keçmədi ki, bunların da gerçəkləşdiyini gördüm. Belə ki, növbəti illərdə Azərbaycan rəhbərliyinə tapşırıldı ki, ələxsus Bakının əsas tikililərini mason simvoluna uyğun etsinlər, tikililərdə piramida formasına çox yer versinlər. Həmçinin təşkilatımızın istəyi ilə məktəblərdə hicab qadağası başladı. Beləliklə, hicabı mümkün qədər inanclı kəslərdən ayırmaq lazım idi. Bakıda mütəmadi olaraq Sumqayıta gedir, orada bəzi kəslərlə əlaqə qururdum. Onlardan bəzisini ələ almaq asan idi. Maddi sıxıntılar var idi. Onlar üçün təşkilatdan maaş da ayırdıq. Qamət adlı həmin birincisinə tapşırdıq ki, vəhhabiliyə mülayimliklə çağırsın, sanki ibtidai dərs keçən adamlar kimi olsun. Bəziləri də var idi ki, onlarla da müəyyən müddətdən sonra güclü əlaqələr qurduq.
İçlərində adını açılamayacağım biri də var idi ki, cəmaət haqda ən çox düşmənçilik yaratmağa çalışan və birbaşa bizim təşkilata üzv olan adam idi. Təşkilat ona çox böyük maaş ayırmışdı. Ona təşkilatdan sünnilərə və şiələrə aid 421 cild böyük kitablar gətizdirildi və tapşırıldı ki, bu kitabları araşdırıb ən çox şübhə yaradacaq məsələləri gündəmə gətirsin. Ona tapşırılmışdı ki, əsla yayımladığı videolarda öz üzünü göstərməsin və özünə ərəb ləqəbləri kimi ləqəb götürsün. Ondan başqa Sumqayıtda əlaqə qurduqlarımıza yeri gəldikcə silah-sursat da verir və ən çox təbliğat aparan, birliyə çağıran şiə və sünni alimlərini bacardıqca aradan aparmalı olduqlarını tapşırırdıq. Səudiyyə Ərəbistanında olan şeyxlərimizin hazırladığı dini ədəbiyyatla da onları təmin edirdik. Onlar üçün səsyazma qurğuları, notebooklar gətirir və video MP3 çarxlar hazırlamağı da öyrədirdik. Onlar üçün saytlar hazırlayırdıq. Vəhabi adı ümumiyyətlə dünya üzrə sərt tanındığı zaman Səudiyyədəki şeyx əməkdaşlarımız Sələfi adına keçməyi buyurdular. Əgər hansısa bölgədə artıq Sələfi adı sərt tanınarsa, Əhl-i Sünnə vəl Cəmaət sözünə keçməyi tapşırdılar.